Salam. Salam aleyküm, əziz dostlar, xoş gördük. Jurnalizm, Güney Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərinin 38-cinin 2-ci bölümünə gəlirik. Dostlardan biri soruşmuşdu, bir soru soruşmuşdu ki, müsahibə eləməkdə bəzən insanlar cavab vermir, istəmir cavab versin, nə etməliyik? Biz bilirik bu adam bu məsələdə nəzər sahibidir ya bilgi sahibidir. İndi xəbəri müsahibə olur olsun, təfsiri müsahibə olur olsun, öncül müsahibə ki, indi dedik, o cür olsun, ya vaqəən bir dana məsələn, deyək, inkişafi bir müsahibə. Adam istəmir məlumat versin, neyinləq? İcazə almasaq müsahibə eləyənlər var. Tekniklərimiz vardı, adamları danışdıraq. İndi onun haqqında danışıq ki, bir nəfər müsahibə verməsə və biz də onu bilsək, onları neyinləq? Əlbəttə, yenə teori olacaqdı, mən bu teoriden çıxmalıydım. Bunu deyim gedək, çünki dostumuz soru soruşur. Biri budur ki, bu adamlara, yaxın adamları danışdırırıq, məlumat alırıq. O məsələ haqqında ya o adam haqqında. Onları yayarıq. Deyərik ki, filan kəs cavab vermədi bu suallara. Əslində baskı qoyarıq üstünə, beləsi deyim. Baxın, bir fişar rəvani qoyuruq. Çünki əlbəttə bunu, məsələn, Həsən Qulunun üstünə qoymarıq ki, heç qarədir. Amma məsələn, fərz bilin ki, ustandara deyirik ki, ay ustandar, istirik görək ki, Qərbi Azərbaycanda siz gələndən niyə türk müdürlər götürülür, yerinə Kürt müdürlər qoyulur? Bu haqda istirik səndən danışaq. Ustandar deyir, mən danışmıram. Niyə? Deyir, danışmıram. Ağa, sən danışmalısan, bu bir məsələdir. Mən danışmıram. Səlah görürəm, danışmıyorum. Yaxçı adam ki, tutmur da, dəstur vermir bizi tutalar, salalar zindana. Çünki onların belə bir özlərinəcə belə bir şeyləri var, kücüləri var, su istifadə edə bilərlər. Çox sağ olun, təşəkkür edirəm. İndi bu adam, biz bu adamı tutduq danışmağa, dedi danışmıyor. Birinci budur ki, bu adamın məsələn muavinləri var.
onlarla danışaq. Və bunlara deyək ki, sizin adınızı deməyəcək, sizin əksini saymayacaq, işarə eləməyəcək ki, bu məlumatı kim verir bizə? Diqqət buyurun, bu ki biz insanlarda güvən yaradıq. Mühümmüdür. Xəbərnigarın işi, yazarın işi güvən yaratmaqla. Onda gərək özümüzə etimad yaradaq. Ağa, mən sənin adını, səsini yazmayacağam, əksini yaymayacağam, heç kəs bilməyəcək ömrümün sonuna qədər ki, sən bu filan mövzu haqqında bu məlumatı mənə verirsən, hətta əgər məni çağırarlar dadqa. İlla bu ki, dadqa gələ deyək ki, bu adamı biz qoruyacaq. İşin, yerin, gücün, hər şeyin qoruyacaq. Ondan sonra biz bu adamın adını... Mən özüm şəxsən bu işi görmüşəm. Mən şəxsən bu işi görmüşəm. Bir də ittilat aldım, Ruznamə-i Səlamda çap elədim. Niru Həvaya haqqında, Niru Həvayinin fərmandehi qullu gəldi Ruznamə-i Səlama, mənə apardı bir otağa, təhdid filan ki, səni biz veririk zindana, ya öldürürük, ya filan elərik. Sən gerək deyəsən, bu ittilatı kimlə almışsın? Mən dedim, ya verin dadqaha, hətta dadqaha da versiniz, mən vermərəm, çünki bu adama söz vermişəm ki, verməyəcəm. Və cəlib budur ki, o gündən bu günə qədər heç kəs bilmir bu fərmandehin adı nədir ki, mənə ittilat vermişdi və mən Ruznamədə çap eləmişdim. Bəlkə də əlbəttə özləri bu adamı göndürmüşdülər mənə o ittilatı versin. Amma o oyunu oynurdular ki, məsələn, biz çox inanaq da, Ruznamədə xəbərnigarlar çox inanaq ki, yox, budur, məsələn, onlar verməmiş. Amma hər halda belə bir şey oldu. Bəs biri budur ki, adamlarda güvən yaradaq və bunu da mən yenə dərslərimizin ərz edim xidmətinizə, güvən yaradandan sonra gedirik. Məsələn, müavinlərlə danışırıq, bunlarla dostluğumuz vardı, biraz bizi tanıyırlar falan, çıxırıq, deyirik, abi, axşam nahar yiyaq, falan eləyək, görüşək. Adamla gedirik, eşikdə görüşürük, idarədə yox. Adamla bir yemağa, yox, sonra olmur, o görürük, müavinlər cavab verməli, gedirik, idarədə məmuli karməndlərin üstünə. Məmuli karməndlərdə, məsələn, diqqət buyurun, hamısının müdürlərə görə bir məlumatı var. Hamısının istisnaən müdürlərinə görə bir məlumatı var. Az çox. Amma onlarla danışdıqca, onların etimadını gətirirsən, bir nahara gedirsən, yaşama gedirsən, ya bir görüşürsən, bir qədəm vurursunuz, dost olursunuz, oradan buradan danışırsınız, sözü yavaş-yavaş gətirirsən, yedirirsən bura ki, belə bir şeyləri eşidilir, o da deyir, hə, elə deyil. Demirsən, əsən müsahibə deyil bu, ha. Bunlar piş müsahibədir, öncül müsahibələrdir. Bu adamla bunları alırsan, hər filan kəs biraz çox bilər, gedirsən, məsələn, hesablar biraz çox bilər, biraz filan kəs bilər, biraz filan. Yavaş-yavaş bu adama görə, sonra gedirsən, deyirsən ki, məsələn, ay ustadlar, mən bu şeyləri bilirəm, hardan ələ gətirmişsən? Ələ gətirmişəm. Onları deməsən, səndən danışmıram, danışma. Amma mən bir məlumatı yığmışam, danışsam, bunların qabağında difabıda yazacağam, mənim sorularım bunlardır. Yazmasam, mən bunları deyəcəm ki, belə bir məlumat ələ gətirmişim. Bu şəraitdə ya müsahibəyə hazır olar, ya da müsahibəyə hazır olmaz. Hazır olmazsa siz o məcmu danışıqlar ki, aparmışsınız müxtəlif adamlarla, onları ad yazmadan, adamların postlarına, yerlərinə, işlərinə işarə eləmədən bir quzarış yazarsınız. Bir raport yazarsınız. Ki, belə bir məsələ var idi. Belə bir məsələ internetdə yayılırdı ki, Kürtlər, Taza Ustandar, Ağay Şəhriyadi üstün gələndə Qərbi Azərbaycanda Türk işçiləri, xarimətləri, muavinləri, rəisi, kulları, müdiri kulları çıxadır. Onların yerinə Kürt müdiri kul, rəis, xarimət gətirir. Bunun üstücə bu nevisəndə ya bu ruznamə, ya bir tim, indi neçə nəfər qalıbdır ki, nədir bunu deyəsiniz. Bir təhqiqata əl vurduq, bir neçə nəfərlərlə ustandaridə, idarələrdə, filan idarədə adlarını çəkək. Danışdıq. Gördük ki, filan idarələrin rəisi Kürtdür və filan zamanda gəlibdir və bu hökmlə gəlibdir. Yavaş-yavaş bunları yazarıq və bunların hamısında ağay ustandar ki, Kürtdür, istir Azərbaycanı Kürd eləsin. Ya Azərbaycan Qərbidə Kürtləri yüksək vəzifəyə gətirsin. Niyə gətirsin?
cavab vermək istəmir. Ay ustaları biz buracan bu gündə, bu saatlarda dəvət eləmişik. Ay ustaları qəbul eləməyibdi cavab versin. Hamısında ehtiram, o birisi adamlarımıza dua vermədik bunda. Ay ustalardan soruşmalı ki, ay ustalar nələri gizlədir? Niyə gizlədir? Əgər bu dövlətin əmri iləndir, yenə niyə gizlədir? Əgər əmniyyəti və sirridir, deməlidir ki, bu bir əmniyyətidir, üstdən dəsturdur, mən aça bilmərəm. Yox, əgər bu adamın şəxsi bir şeydir, gərək vizarəti, biz bu sualları vizarəti, məsələn, keşvərə daşımalıyıq, vəzirdən soruşmalıyıq. İndi buradan sonra biz məcburuq bu adamlar üstdəki adamlarla və ha belə o adamlar ki, bundan sonra bizə gələcəklər, deyəcəklər. İndi, məsələn, fərmandarın adamları, ya idarələrdən, nümayəndə şəhər, nümayəndələr, nə bilim, şurayı şəhər üzvləri, şəhrdar, polis, ya hər yer bizlə əlaqəyə hətta ittilaat idarəsi. Mümkün qeyri-müstəqil, yəni gəlib adam deməyəm, mən ittilaat adamıyam, amma gələ deyəm, mən bu haqda bir məlumatım vardır. O məlumatları bizə verəcəklər və biz daimən bunları açmaqla bu adama açmazda qoyarıq. Eyni halda gərək biz gedək, məsələn, vəziri keşvərlə ya müavinləri ilə danışaq ki, belə bir polisə gedir Azərbaycanda, niyə gedir? Yəni bizim bir vəzifəmiz odur ki, onun üstündəki adamlara müraciət edək, onlarla müsahibə edək, bu adamı açaq. Bu adamı açanda, bu adam bizim əleyhimizə şikayət edə bilməz. Tohin eləməmişik, təhqir eləməmişik, təhdid eləməmişik. Demişik bu adamla bu sualları soruşmuşuq, cavab verməyibdi, bu sualları, bu cavabları tapmışıq, indi bəlli olub beləsi, bu adam bunları cavab verməlidir, cavab verməmaqla deyil ki, ya vizarət keşvərdir, ya vizarət ittilaatdır, ya vizarət, nə bilim, hər nə vizarətxanasıdır, bunların əmri ilə belə bir iş gedir, bu məsləhətlərə görə bəlkə bu adamlar eləyirik, yenə öz zehnimizdə birlikdə cavablarını qoyarıq, təhlilimizi qoyarıq, üstündə bir məqalə yazarıq, bu adama göndəririk ola, camiə qəzavət edən ustandar nədir? Niyə bu işi görür? Bunun üstləri də bunu qəzavət edir. Yəni, diqqət buyurun, məsələn, biz Günaz TV-də bir də bəhsləri aparırıq və fikir edirik ki, bu bəhslər fəqət Günaz TV-nə gedir və İran dövləti buna qulaq asmır. Bunun hamısı bir çox yanlış bir baxışdır. Əslində belə deyil. Əslində budur ki, İran dövləti Günaz TV-yə Tehran televizyonundan çox əhəmiyyət verir. Niyə? Çünki Tehran televizyonu İran və radyo televizyonun qanunları üzərində bir müşəxəs çərçivədə gedir və ondan izafə getmir. Opozisyon deyil. Dövlətin sansurları içində gedən bir dəstək. Amma Günaz TV opozisyondur. Həm də İranlılar adına Avropadan, Amerikadan hər nə radyo farsi dilindəki radyo yayılır, bunların içində heç birisi opozisyon deyil Günaz TV-dən sonra. Çünki Günaz TV vaqən opozisyon. Bunun üçün Günaz TV-ni gərək diqqətlə qulaq asalar, gərək diqqətlə bilələr nə deyir, gərək diqqətlə analiz eləyərlər, gərək diqqətlə bunlara cavab axtarırlar. Və Günaz TV-də bu fürsətdən gərək istifadə eləyər. Təbii ki, Yaman Yoğuz yox. Çünki əgər biz Yaman Yoğuz deyərsə burada radyo televizyonda, o adam, məsələn bir ustandar, Ağay Şəhriyariş ustandar Azərbaycan qərbidir, özün beləsi təbrə elər. Ağa, bu televizyon mənə həmlə elir. Ziddinqilabdır, filandır, bəhman, təzyiyə tələbdir, filandır. Amma biz əgər bu adamla danışanda deyək, ay ustandar, ay möhtərəm, ay filan kəs, amma dəlillərimizi, suallarımızı doğru qoyuyor. Yəni, bu adam təzyiyə tələbdir. Amma səndən bu sualları soruşur. Sən niyə bunlara cavab verməmsən? Sən Günaz TV-yə cavab verməmsən? İçəridə niyə cavab verməmsən ki, bu sual gelib Günaz TV-yə çatdırdı? Bəs diqqət buyursunuz. Yəni, biz həm öz gücümüzdən, yəni qələmimizin gücündən, həm də və həm təhqiq eləmək. Biz təhqiq eləməyi gərək başaraq. Yəni, dedim, bir dana müsahibə üçün nə işlər görmək? İndi, müsahibədə bir dana müsahibə var, adına deyilər açıq müsahibə. Açıq müsahibə. Bir dana vardı, bağlı müsahibə. Mən bu günləri istəyirəm, bu açıq müsahibə ilə bağlı müsahibənin üstündə danışam sizinlə və onun üçün yazam. Bir dana müsahibə deyərsə.
Fikir edin ki, Ay Şəhriyari Ustandar Azərbaycan Qərbi ilə üstü müsahibə yaxşı Kürdlər Azərbaycan Şərqidə, Qərbidə məzərət istəyirəm, müdiriyyət postlarının əllərinə keçirlər və türklər müdiriyyət postundan çıxırlar. Bu haqda istəyirək bir müsahibə eləyək. Əvvələn baxa bilirik görək ki, bu adam, dedim, fərz də budur ki, bu adam icazə verib biz gedək müsahibə eləyək. Əgər bir adam qəbul elədi bizlə müsahibə eləsin, konsent verilir, icazə verilir, mücəddiz verir ki, biz bu adamla danışaq. Məsələn, bunu bir dəfə də işarə eləmişəm, mən Ruznamə-i Sələmdə bir müsahibə yazdım. Vizarət-i Keşvərin dövrəsində ki, yox, Fatimidə olan xiyabanda ki, Vizarət-i Keşvər vardı. O Vizarət-i Keşvərin qabağında bir divar yox idi, nərdə var idi. O nərdəni yıxdılar, yerinə bir divar tikdilər. Söz buydu ki, o divarda video dəstgahlar qoydular ki, insanlardan film götürür. Xiyabanda. Məsələn, fikir edin ki, bir nəfər gəlib orada etiraz eləsin, orada o dəstgahlar, o videolar, o adamların etirazlarını çəkirlər, sonra da onlar gedib onu tutacaqlar. Bəli, buna heç kəsə demirlər ki, bu divarda 100 dana, 200 dana video, kamera var ki, buradan sizin əkslərinizi götürür, sonra biz sizi bundan tutacağıq. Bu bir dövlətin xilafi qanun bir işidir. Gərək əgər bir yerə bir video dəstgah qoyulur, gərək yazar, 100 yerdə yazar ki, orada müvazibə olun, burada dəstgah var. Hətta əgər cənabınız evinizə bir video qoyursunuz ki, oğru gəlsə tutsun, ən yaxşısı budur ki, insanisi budur ki, qapının başında yazasınız ki, bu evdə video var. Öz rəftarınıza diqqət edin. Kanadada bir gözəl bir iş görürlər. Yazır ki, bu evdə ya bu mühitdə bir videolar dəstgahları var. Gülümseyin onun üçün. Adama demir ki, şey olacaqdır. Adama ehtiramla deyir ki, gülümsə. Yəni, bədrəftarlıq eləmə. Pis rəftar eləməsən burada görürsən, gülümsə. Adama eyni halda deyir ki, bu evdə bir video vardı, sən bura girsən, tutulacaqsan. İranın Vizarət-i Keşvəri belə bir iş görmüşdü. Əlbəttə, indi biz bilirik ki, İranda da dünyanın hər yeri kimi, hər yerdə video dəstgahları var. Bunun üçün bir dana adam, əgər bir dana xanım ya bir ağa giririk biz bir məğaziyə, əgər o məğazənin sahibi qızıltıdır ya hər nədir, bir dana orada musiqi qoyar. O musiqinin üstündə hərdən bir deyək ki, dostlar, bu məğazədə müştərilər, əziz, hörmətli müştərilər, bu məğazədə kamera var. Ona gülümseyin deyə, ya rəftarınıza diqqət edin deyə oğurluq olmaz. O məğazələrdə oğurluq olur ki, kamera var, amma insanlar bilmirlər, adam oğurluq edir. Əvvəldə desəm kamera var, əslən girməz olar. Niyə demirik? Niyə adamlar, niyə qorxuruq? Əslən deyək, burada bir nəfər ki, mənim zərgərim vardı. Orada yazım ki, qapıda yazım, bu məğazə dürbünə bağlıdır. Deməyək bir dana, deyək bir neçə kamera var bu məğazədə. Adam bilsin ki, bura mən girirəm, tamamilə rəftarım gülümseyin, yazıq gülümseyin. Adam bilsin ki, mən bura girirəm, həmişə burada məni görəcəklər. Mən buradan oğurluq eləyənlərəm, tutularam. Bir kameranı sındırsam, ikincisi görürlər. İkincisini sındırsam, üçüncüsü görürlər. Çünki deyir, burada 3 dana. Bəlkə bir dana var, amma adam beləsi deyir, o adam oğurluq eləməz. Gedər bir ayrı yerdən oğurluq elə. Əvvələn sənin malın, ikinci adam deyir ki, mən oğurluq eləməyim, tutularım. 3 yerə getsə görsə belədir və yavaş-yavaş oğurluqdan getsinər. Mən oğurluq eləməyim. Tutullam, gedərəm zindana. İndi biz istirik Ağay Ustandarla, Ağay Şəhriyarla müsahibə eləyək. Müsahibəmiz bundan 2 cürə ola bilər. Baxarıq, görürük ki, bu adam meyilsizdir. Yəni, istəmir cavab verə. İndi müsahibənin tekniklərindən danışırıq da, müxtəlif tekniklərdən. Biri də budur ki, müsahibəni necə başlayaq? Bu özü bir şeydir. Bir də insanlar var, müsahibədən qorxarlar. Mən tanınacağam, mən tutulacağam, məni tanıyacaq, üzüm görünəcək, adım bilinəcək, nə bilim, səsim tanınacaq, biləcək, işimdən olam, abrım gedər, familim bilər, dostum bilər, düşmənim bilər.
1000 dana müsibəti var bu adamın. Ya əslən bir içəridə qorxusu var. Mən düzün deyə bilirəm, düzün deyənmərəm, desəm mənimə məlum olar, verərlər dadgaha, verməzlər. Bu adam dövlət adamıdır, dövlət adamı deyil. Biz əvvəlini işi görürük müsahibədə, adamla qəşəng görüşürük. Diqqət buyurun dostlar. Bunlar çox sadə məsələ, amma ciddi bir məsələdir. Mənim o adamlardan ki, çox tərcərəm. Adam bu evdə kuler işləyir və mən xod giyə bilmədim, çünki 10 dana xodu isladaram. Tərləyən adamım, əllərim tərlər. Mən bir müsahibəyə özüm geçsəm müsahibə edirəm, tərlərəm, əllərim tərlər. Bir adamı gedəm görəm, ondan ciddi bir məsələ danışacağım, tərlərəm. Heç vaxt tərlə adamla bir nəfərlə görüşmür. Tərlə ərinlə bir nəfərlə görüşmür. Əgər tərli siz öpüşmür, əsla öpüşmür, hətta əgər qız dostsunuz. İlla ki, o bilə ki, siz tərli istəyə öpüşək. Hətmən yanınızda bir dəsmal götürün. Mən İranda olanda kağız dəsmal çox istərməzdim, parça dəsmal istərərdim, Japoni dəsmallar işlərdim. Əlini yetişəndə müsahibəyə bir dəqiqə qalır adamı görəsən, əlini qurut, sonra da yap yaxınlaşanda da əllərini beləsi sürt üstürə, qoy əlini geçsin. Ondan sonra adamla görüşəcəksən, xanım da olsa görüşəcəksən, ağa da olsa görüşəcəksən. Selamun əleyküm. Əlizi uzaldacaqsınız möhkəm, adamın əlini möhkəm sıxacaqsınız. Nəinki istəyirsiniz ona əziyyət verəsiniz, o həddə yox ki, bu adamın əl əziyyət çəksin. Amma o həddə ki, bu adamla sizin əliz qəşəng yapışsın, bunu silkələyəsiniz, sədaqətinizi əlizdən geri ura ki, mən səndən dostum. Xanımdır, əlini uzatmazsa, salam əleyküm elərsiniz. Bəzi xanımlar, mən hicablı xanımlarla müsahibə eləmişəm, demişəm, mən sizinlə danışa bilmərəm, illa bu ki, gələk üzünüzü, dodağınızı, gözünüzü görəm. Adam nüqabını açıbdır, 1 saat yarım müsahibə eləmişəm, 1 saat yarım gözümü tikmişəm gözlərinə, dodaqlarına. O fikirləməyib, mən naməhrəmə baxıram, mən seks edirəm onunla. Mən də fikirləməmişəm, naməhrəmə baxıram, seks edirəm. 2 dana herifəyə bir iş görmüşük, sonra o üzün nüqabını tutub gedibdir, Tehranda bu müsahibəni eləmişəm, çapda olubdur və mən də özü bunyadi şeylərindən, məslubları ilə. Mən də getmişəm, müsahibəni çap eləmişəm. Amma hürmətlə. Pəs görüşmək, adam desə ki, mən görüşə bilmirəm, məzərət istəyirəm, şərqi cəhətdən mənim üzrüm vardı, xanım deyir. Tamam, mən çox sevinərdim ki, sizlə görüşəm və dostluğumu sizə ilətəm. Tamam, adam bunu qəbul edir. Ondan sonra özümüzü tanıtdırıq. Mən İnsaf Əli Hidayətəm, filan yerdə işləyirəm, sizlə danışdıqlarım bilirəm ki, çox çətin bir mövzudur. Siz istəmirsiniz tanınasınız, siz istəmirsiniz səsiz bir yerdə bilinsin, siz istəmirsiniz işinizə, malınıza, uşağınıza, evladınıza, ailəzə, özünüzə, əlinizə, hər kəsə bir müşkül gəlsin. Bunları mən düşünürəm. Bunun üçün adınızı yazmayacağım. Bunun üçün sizə mən qol-i şərəf verirəm ki, dadgaha da çağırsalar, mən sizin adınızı deməyəcəm. Mən sizi qorumaq üçün hər cürə, heç kəs bilməyəcək mən sizinlə görüşəm, hətta həmkarlarım, hətta ruznaməm, hətta məcəlləm, hətta veb-saytım, hətta mənim ruznami, məsələn, Günas TV-nin işləyəni və müdürü bilməyəcəksən kimsə. Mən sizə işarə eləməyəcəm ki, hətta bu məlumatı bir xanımdan almışam. Heç cürə, heç kəs bilməyəcək siz məndən almışsınız. Və bunu da sizə deyim ki, sizdən sonra 3-4 nəfərlə danışmışam, burasını da yalan deyirəm. Amma vaqən istəyirəm beləsə inansın. Onları da siz soruşsaz da mən bu məlumatı kimi sizlə danışanda paylaşacağım soru şəklində, onları kimdən almışam, onları da sizə deməyəcəm. Niyə? Çünki əgər sizə desəm ki, kimlərdən bu məlumatı almışam, şimdi sizlə danışıram, o birilərə də demiş olaram ki, kimlə sizlə olursa, ona görə mən sizə buyur, icazə verir, sizə də deməyim, onlara da deməyim. Mən sizi qoruyacağam, heç kəs bilməyəcəkdir. Bundan bu üzrə məsələn, özünüz iradə eləməsəz, bir də mənimlə görüşməyəcəksiniz. İradə elədik şəkildə təbiətən görüşə bilərik. Belə bir müsahibəni başlayırıq. İndi görürük adamda stres var. Müsahibəyə girmərik birdən mühüm suala. Hə,
Müsahibəni ən sadə formda başlamaq. Yap sadə suallardan. Çünki adam stressdədir. Bizə etimadı yoxdur. Bizə qızışmayır, bizi tanımır, qorxur, nicerandır. Sadə sorulardan. Haralısın? Neçə yaşın var? Savadın nədir? Təxəssüsün nədir? Neçə ildir bu idarədə işləyirsən? İşin nədir burada? Heç vaxt heç kəsdən dinin nədir? Dinə görə müsahibə eləsə ayrı. Amma dinin nədir? Siyasətdə kimin tərəfdarısan? Bunlardan danışmıyor. Hətta sinnin də soruşmasaq xanımların daha yaxşıdır. Çünki xanımlar sinni məsələsinə həssasdırlar. İlla bu iki məsələn bir müsahibə ki, orada bu sinni soruşmaq gərəkir. Sadə və səmimi suallardan başlarım. Neçə ildir bu idarədə işləyirsiniz? Ya neçə ildir dərs deyirsiniz? Hər nə mənə ki, təxəssüsü var. Doğrusunu desək, beləsi soruşuram, səmimi. Sualları səmimi soruşuruq, səmimi otururuq, ciddi oturmursan. Adam əgər zəbt soğutudan qorxur, zəbt soğutu bağlırsan, not götürürsən. Yox, zəbt soğutu qoyursan cibivə, kifivə, kağızının altına. Yəni adam birazdan sonra yadından çıxsın ki, zəbt edirsən. Çünki bu adamlar madam ki mikrofon görərlər, qorxacaqlar. Gərək bir noy ya bir kağızının zadın arasına qoyasan bunu ki, bilə ki zəbt edirsən, amma bunu qoyasan ora ki, sonra da deyəcəksən siləcəm. Məsələn, bunu siləcəm ya da ki, əsr adam deyəcək, yox, zəbt eləm. Zəbt eləmirsən, tamam, ya not götürürsən. Amma bəzi yerlərdə ki, müsahibə edirsən, icazə verir, zəbt olsun, deyirsən, mən üçün yazanmıram, yavaş yazıram, yetirənmərəm, filandır, bəhmandır, ya farsım zəifdir, ya türküm zəifdir. İcazə buyur, mən zəbt eləyim, amma bunu siləcəm. Məsələn, yazandan sonra bunu siləcəm. Sizə qori şərəf verirəm və qori şərəfinizə də əməl eləməlisiniz. Yəni, hətmən yarım saat, bir saatin içində gərək bunu yazasınız, yazandan sonra da bu nəvarı gərək siləcəksiniz. Yəni, siləsiniz. Nə cür silirsiniz? O videodur, nəvardır, CD-dir, DVD-dir, hər nədir, gərək onu siləsiniz. Çünki qol verirsiniz. Çünki adam ömür boyu qorxacaq ki, bəlkə bu silinibdir. Sonra da zəng vuracaqsan, ya e-mail eləyəcəksən, ya deyəcəksən ki, sildim. Bu gün əlan yazdım və bunu sildim digərin oldu. Yine adam rahat olacaq ki, silindi. Mümkündür, çox da məşğul olsa, sən ömür boyu inanmıyor ki, siz silmişsiniz. Amma 5-10 gün içində bu şey olmasa, ona zərər gəlməsə, inanar ki, silmişsiniz. İndi, əgər bir adam çox utanqaçdır, çox istəmir cavab danışsın, bağlı müsahibədir. Əgər bir adam açıqdır, çox danışandır, verraçdır, çox danışqandır, çanasının sivi boşalıbdır, çivi çıxıbdır, onda açıq müsahibə. Bəs müsahibə qalıb adamımıza, baxırıq, görürük ki, adamımız danışqandır, yoxsa yəni, farsda deyirlər ki, tudardır, yoxsa açıqdır, hamıya. İndi bir adam görürük ki, qorxmur, çox çənəsinin çivi düşübdür, danışacaqdır. Bir dana soru sötür, ötür ora qoy danışsın. O qədər misal vuracaq, danışacaq ki, mənim bir dostum vardı Torontoda. Ondan mən bir sual soruşsam, 10 saat danışır. Çünki sual yaddan çıxacaq. O adam elə öz düşüncəsini gəldikcə deyəcək, şey deyəcək. Mənim özüm də beləyəm. Ağzımın çivi yoxdur, onun üçün yarım saat yerinə normalde 2 saat danışıram. Diyor, mənim üçün hər kəsə açıq soru versə müvəffəqdir. Bir də üçün bağlı soru vermək müvəffəqdir. Bağlı soru nədir? Budur ki, hədəfimiz müşəxxəsdir, nə istirik? Hədəf müşəxxəsdir, nə mənə istirik? O hədəf üçün soruları 1-2 cüz'i, o qədər riz suallar elərik ki, bu adam mümkündür fəqət bəli xeyir deyə cavab. Bu qədər bağlı. Soruları elə getməli yox ki, axirində o soruyu ki, adam mümkündür bir dəqiqədə deyə, bir dana sualını deyə, ona 50 sualı soruşaq ki, də olar. Əgər adamımızı qabaqdan tanırıq,
və bilirik ki, bu adam çox danışqan deyil. Bir yerlərdən bir aldıq, məlumat aldıq ki, bu adam çox danışqan deyil. İçində olan bir adamdır, utanqaç bir adamdır, qorxaq bir adamdır. Bu adam üçün 100 dana sual təbirafda verir. Suallar ki, bəli deyəndə, yəni bizim sualımızı qəbul edir. Baxın, bəli, xeyir sualına baxın. Diqqət buyurun, bəli, xeyir. İndi bu bəli, xeyir də beləsi qoyaq, türkçəsi. Hən, yox. Hən, yox suallar, yəni nə mənə? Deyirəm ki, bu standardə, diqqət buyurun, indi bir nəfərlə danışırıq. Azərbaycanın hərbi standartlığında türkləri götürürlər işdən, deyir həm, ya yox. Həm deyəndə, yəni türkləri işdən götürürlər. Biz bunu yaza bilirik onun dilindən ki, ya belə yaza bilirik. O, bu sorunun qabağında hangi sorunu yazırıq? 2 xət yazırıq burada. Mən bunu indi gəlim bura. Diqqət buyurun soruya. Yazırıq ki, məsələn, ad yazırıq. Musahib. Bağışlayın, mən də farsi yazdım. Musahib, yəni o adam ki, ondan mən musahib edirəm. Musahib bu soru. Hangi soru? 2 nöqtə dırnaq arası Qərbi Azərbaycan ustandarı Türklərin yerinə Kürtləri iş üstünə gətirirmi? Gətirirmi? Soru. Adam deyir, hən, bəli. Əgər istirik, bunu koyuruq bunun arasına, yazırıq ki, müsahib bu soruya belə cavabladı. 2 nöqtə, hən. Bəli desə yazırıq bəli. Yəni, bunu deməklə istirik ki, bu adam dedi ki, Qərbi Azərbaycan ustandarı Türklərin yerinə Kürtləri iş üstünə gətirir. Yəni, baxın, bunu biz qoyduq onun ağzına, bir dana həninə. İndi 2-ci sualı soruşuruq. İkinci sualı soruşuruq. Ustandar, yəni Qərbi Azərbaycan çünki üstə qərbini dedik, ehtiyac yox deyil, işçilər eləyək. Ustandar təkcə ustandaridə bu işi görürmü, yoxsa bağışlayın, elə görürmü? Sual çünki gərək şey olan, məhdud olan. Yoxsanı gətirənlər. Deyir ki, ustandaridə təkcə bu işi görür? Yox. Cavab? Yox. İndi diqqət buyursanız, əgər baxsaz, eləyə bilirik belə xəttinə ya deyək müsahibə, məsələn, İnsafəli, müsahib, beləsi qoyaq, cavabları beləsi yazaq. Soru, cavab. Elə onda dedim, bunun cavabı budur. İndi yox deyəndə, yəni nə mənə, indi bunu soruşarıq. Cavab beləsi oldu, gedirik o birisi soruya. Yəni ki, təhcə ustandaridə deyil. Məsələn, əcəba
ustandar, müdür kolları, başlayın, kolları ve kolları, müdür kulları. Burada da yazaq Türk müdür kulları. Bir tane burada ben Türk izah edeyim. Türk müdür kulları Kürtlerle ile değiştirir mi? Acaba müdür kulları ustandar Türk müdür kulları Kürtlerle değiştirir mi? Yani tamam müdür kulları. Bir hem. Pes müdür kulları da değiştirir. Şimdi ondan sonra gelirik bir şey bir ayrı soru. Müdür kulların ustandar müdür kulların Türk muavinlerin de Kürtlerle değiştirir. Mesela Kürtler ile değiştirir mi? Hem. Cevap verdi hem. Tamam. Yani belli oldu ki mesela muavinləri bir ayrı soruşuruq. Da mən yazmayayım da, icazəsindən fəqət elə bir belə sorular ki, zehnimə gəlir. İndi onları burada deyim. Soruşuruq ki, əcəba ustandar, əcəba türkçədə aya. Əcəba ustandar Azərbaycanın qərbi ustandarı müdürlərdən, müdür kollardan və onların muavinlərindən əlavə məmuli karmendiləri də Kürdləşdirir mi? Ya məmuli Türk karmendi işçini də götürür yerinə Türk koyur mu? Deyir ki, bəli. Elə bu cürüsü yazılır. Bu siyaset, yani müdürleri değişme siyaseti, ya Türklerin yerine Kürtleri getirme siyaseti Qərbi Azərbaycanda qabaqçı ustandar zamanında da var idi. Deyir ki, bəli. Bəlkə izafələşə, amma azdır. Ya yox. Cevabına bakalım. Bu siyasetçi Türklerle Kürtleri değiştireler Tehran'dan mı? Bəli. Acaba bu siyasetçi Türklerin yerine Kürtleri Qərbi Azərbaycanda iş üstüne gətirələr yazılı dəstur əsasına gəlib mi Tehran'dan? Bəli. Acaba bu yazılı dəstur məhrəmanədir mi? Bəli. Acaba bu yazılı dəstur, məhrəmanə dəsturdan bir fotokopu ələ gətirmək mümkün müdür? Xeyr. Bu yazılı dəsturu kimlər bilir? Ya neçə nəfər bilir? 1, 3, 5. Sizden xahiş eləsəm, o 5 nəfərin adını mənə deyər misin? Yox. Birinin adını deyər misin? Həm. Adını alırıq. Yəni, diqqət buyurursunuz, soruları tüm bu adam cevap vermir, bağlı soru soruşur. Ama bağlı soruş, əlifdən və riyadan ki, hədəfimiz budur ki, bunu, bu ki, indi şey vermir, məlumat vermir özü bizə, hər nədən dolayı, biz onun yox həm cevapları ilə o hədəfə çapaq. Yəni, sualları elə birbirinin dalısına qoyaq ki, bu sualların sonunda insanlar bilsinlər ki, Ağay Şəhriyar Ustandar Qərbi Azərbaycan Qərbi
Bir dana siyasəti icra edir ki, ondan qabaq da var idi, amma bu onu ciddi icra edir, çünki özü Kürddür. Bu dəstur Tehrandan gəlibdir. Bunu 5 nəfər bilir, fəqət bu dəsturun mətnini görənlər 5 nəfərdir. Bunların da biri filan kəsdir. Bu adı yaymasaq da olar, çünki eləyə bilirik, bu adamdan sonra danışaqdır. Yaxşı, bunu sən bilirsən. Biz bilirik ki, belə bir dəstur var və bunu sən bilirsən. Və beləliklə onu eləyə bilirik ki, bir vəziyyətə gətirək, ondan bu məlumatı alaq. Bu dəsturu bu adam icra eləyibdir, indiyəcən. Hətta apara bilirik. Məsələn, hangi Amuzüş Pərvərişin müdiri kurulu dəyişibdir? Hə. Amuzüş Pərvərişin müavinləri, neçə, məsələn, 10 dana müavini var. 10 dana müavini dəyişibdir? Yox, 5-i dəyişibdir, 3-ü dəyişibdir. Ya 5-i, 7-si dəyişibdir. Bankların, banki millinin, ya banki kişavərzinin, banki filanın rəisləri dəyişibdir? Bəli, dəyişibdir. Banki, məsələn, nə bilim, İdarə Kişavərzinin dəyişib, bəli, Cəhadın dəyişib, bəli, Amuzüş Pərvəriş dəyişib, bəli, danışqahın dəyişib, bəli, müavinləri dəyişib, bəli, ustad danışqahlar dəyişiblər, neçəsi dəyişibdir, bəli, buradan bir belə dəyişibdir. Bu adamlar ki, işdən çıxırlar, hara gedirlər? Başlarına nə oy gəlir? Bunları göndərirlər Kürdistana, ya bunları göndərirlər Tehrana. Diqqət buyurdunuz. Yəni, yavaş-yavaş, əlbəttə, həmişə belə bir bağlı sualların az da olsa açılar. Bir müddətdən sonra az da olsa adam məsələn bir cümləlik cavab verər. Məsələn deyər ki, bunlar ki buradan çıxırlar Tehrana göndərilirlər. Ya bir kəlmə deyər Tehran, siz onu cümlə ilə təkmillərsiniz ki, bunlar Tehrana müntəqil edirlər. Məsələn, ya Kürdistana müntəqil edirlər. Pəs bağlı sual beləsidir və bu qalıbdır bizim müxatibimizə çox vaxtda cavab verər. Çox da gözəl bir rəvişdir. Diqqət buyurun, bağlı suallarda yazırıq, məsələn, xəbərniqar, diqqət buyurun, xəbərniqarı bir dəfə beləsi bir əlamət qoyuruq, məsələn, dairə, 2 nöqtə, yazırıq müsahib, onun qabağına bir dana, məsələn, mürəbbə qoyuruq. Salırıq bura 2 nöqtə. Birinci sualı belə eləyəndən sonra, ikincisində xəbərniqarın yerində dairə, ondan sonra mürəbbə. Dairə, mürəbbə. Dairə, mürəbbə. İndi bunun yerinə ola bilər nöqtə, xətt. Nöqtə, xətt. Nöqtə, xətt. Hamısında diqqətinizdə burada uzun suallar var. Burada bir dana bəli var, ya xeyir var. Ya hän var. Diqqət buyurursunuz. Yəni, bunlar uzun cavab, bu uzun soru, qıssa cavab. Uzun soru, qıssa cavab. Bu çox da gözəl görünər, çox da gözəl alınar. Hətta bunun radyo-televizyonda müsahibəsi çox gözəl çıxar. Çox gözəl müsahibəsi çıxar bunun radyo-televizyonda və adamlar əlbəttə onda bu hän deyən adam radyo-televizyona normalda çıxa bilməz və çıxmaz. Niyə çıxanmaz? Çünki radyo-televizyonda gərək çox danışasan. Danışmasan adamlar tüm səni görürlər. Hiss özü o müsahibə olunan fikir eləyəcək ki, mən indi axmaq kimi görsənirəm, mən qorxaq kimi görsənirəm, mən filana, onun üçün cavab verməyəcək. Normalda belə bir adam radyo-televizyona çıxmaz, amma radyo-televizyonda belə müsahibələr olar. Xüsusən elmi müsahibələr beləsi olar ki, görmürsünüz da, məsələn, bəzi müsabiqələr var, bir kəlməyi müsabiqələrdir. Onlar bu formatdədirlər ki, orada da o adamların savadlarını ölçürük, məlumatlarını ölçürük. Bu bir növ müsahibədir. Əlbəttə, bu növ müsahibə ki, dedim, bağlı müsahibə, bunun şəfahisi də vardır, bunun kağız üstündə, çox kağız üstündə gedə bilər. Bu müsahibə 4 cavabı ya 1 cavabı olar, ya 2 cavabı olar, ya 3 cavabı olar, ya 7 cavabı olar, mühüm deyil, ya da xətt dilən olar. Yəni, adamlara biz məhdudlaşırıq. İndi o da bir ayrı müsahibədir. Müsahibələrin içində danışanlar deyəcək ki, elmi müsahibələrdə nə türdür? İndi bağlı müsahibəni bildik. Açıq müsahibə nədir? Açıq müsahibə Nadir Qazipurdur. Nadir Qazipurdan soruşur ki, Cənab-ı, ya yazılı, ya şəfahi, ya huzuri, ya telefoni. Cənab-ı Nadir Qazipur.
siz Qərbi Azərbaycanın ən çox qoltuğuna cavabınızı yerək verəsən. Çünki vaqiyyət də budur. Qoltuğuna ən çox rəy gətirən nümayəndəsisiz. Yəni, millət həm sizə çox etimad edir, həm də sizdən çox intizarı var ki, onların haqlarından difa edəsiniz. İndi buradan tərif elədik. Gəlirik sonra deyirik ki, son günlərdə Qərbi Azərbaycan və Şərqi Azərbaycan və Türk milləti içində yayılıb ki, Şəhriyari cənabları parantez arasında ustandar, Qərbi Azərbaycan ustandları da yaza bilirik. Türklərin yerinə idarələrə soxur. Siz bu haqda nələr bilirsiniz? Soru bu da əslində. Bilirsiniz, nöqtə. Əlamət sorğusunu qoyarıq və sorunu soruşarıq. Başlayacaqdır. Bismillahirrahmanirrahim. Rəbbi şühəda və siddiqin, nə bilim, ya Əli filan bəhman hamısını deyəndən sonra belə bir xəbərlər var idi. Filan bəhman başlayacaqdır, danışacaqdır. Misal vuracaqdır, filan yerində muavini dəyişibdir, filan yer ustandları dəyişibdir. Biz də bunun üstündə danışırıq, vəzirə yazmışıq, özünə etiraz eləmişik, nə bilim, ustandlara demişik, bu işləri görməyin, qabağını almağa üçün çalışırıq, nümayəndələr belə işlər görürlər, mən bir işi görürəm. Bir dünya sizə məlumat verəcəkdir o haqda. Yəni, açıq soru da budur. Adamdan bir sual soruşacaqsan, mənim bir ustadım var idi. Axir termlərdə danışdıqda olanda bu bizim ustadımız oldu. Mənim də dərslərimdən xoşu gələrdi insafən. Bu deyirdi ki, Almanın sədr-əzəmi var idi o zaman. İndi adı yadıma mənim özümün gəldir, amma o zaman düz deyirəm. Bir dana kişi idi, çox yekə bir kişi. Deyirdi, bu o qədər verratsdır ki, xəbərniqarlar sualı soruşarlar, zəhbbi qoyarlar, biz üstə gedərlər, işlərini danışsın. 2-3 saatdan sonra gəlib onu götürə bilərlər. Yəni, bu qədər adam soruya cavab verməyə maraqlıydı və danışacaqdı. Bizim də bir də insanlarımız var ki, şükür olsun belədilər və bu yaxçıdır, yaxçı xislətdir. Çünki bu adamlar ki, danışmırlar, bu adamlar, tamami fəsadlar bu adamlar gizlədə bilərlər. Çünki bu adamlar əslən getdikcə də tərbiyyət olarlar ki, danışmasınlar. Və bunlar, bu məmləkəti fəsada çəkən adamlar bunlar olar. Çünki bunlar eləyə bilirlər ki, fəsadın üstünü örtədir. Qazipur nə özü fəsad eləyə bilər, nə fəsada girə bilər, nə fəsadı saxlaya bilər. Çünki Qazipur danışan bir adamdır. Danışan bir adam fəsada girə bilməz. Çünki bilir, mən hamının üstünü açıram, hamı da mənim üstümü açacaq. Bəs mən fəsada girəmərəm. Aləmi də belədir. Aləmi də düz bu adamlardır ki, çox danışandır. Və çünki özü çox danışır, hamını nəqd edir. Bilir ki, hamı bunu nəqd eləyəcək. Çünki bunun gözü hamının üstündədir. Bilir ki, hamının gözü bunun üstündədir. Xilaf eləyə bilməz. Bunun üçün də
siz Ələmidən ya Qazipurdan soru soruşsaz, sizə açıq cavab verərlər. Siz neçə dana soru soruşsaz, cavabınızı alarsınız. Mümkün də axirdə deyək ki, bunu baxın, diqqət buyurun. Mümkün də axirdə belə bir adamlar ki, çox danışqandırlar, deyərlər ki, bunu deyirəm, amma lütfən mənim adımdan yazma. Lütfən yazma, özün bil. Bu çox mühümdür ki, o lütfəni qəbul edəsiniz. Çünki o sizə orada etimad edir. Deyir ki, bu itilatı verirəm, amma mənim adımdan yazma. Bunu qəbul edin. O itilatı bir ayrı şeklində, bir quzarı şeklində, bir rapor şeklində, bir xiyali müsahibə şeklində qurun yazın. Onu verin camiyə. Amma bu adam bilinməsin ki, bunu Qazipur verir. Onda Qazipur sənə etimad edəcək. Sənə daimən gizli məlumat verər. Sən gizli məlumatı gizli yayarsan, bir ayrı mənbəyə ki, istəmir adı bilinsin, adına yaz geçsin. Amma demə Qazipur. Bu adam, amma o adamlar ki, bağlı müsahibədədirlər, onlar həmişə illədir bu üçün, diqqət buyurun, illədir bu üçün bağlı suala girirlər, budur ki, istəmirlər çox danışalar, bağlı sorularda. Çox danışmamaq üçündür ki, bağlı sorulara girirlər ki, çox üstü açılmasın, özləri bir şeyi lua verir. Çünki danışmaq yəni lua vermək. Hər kəs ki danışır, yəni iki kəlmə də danışır, yəni lua verir. Həm yoxdur da siz də o alarsınız əgər zirəng olsa. İnsanlar dilinin altında yatıran bağlamanı çıxadarsınız. Amma zirəng olsa çıxadarsınız. Zirəng olmasaz çıxadarmazsınız. Amma əgər zirəng olmasaz da açıq danışan adamlarda etimad icad eləsəz, bu adamlar özləri danışarlar. Yəni bu açıq danışan adamlarda çox gizli məlumat olmaz. Çünki bilirlər bu adam bildiği üçün deyəcək, deməzlər. O adamlarda əsli məlumat, gizli məlumat, xilaflar, ixtilaslar, o adamların dilinin altındadır ki, danışmazlar. Əslən danışmazlar. Əslən danışmayan adamlar, o adamlarla ən çox məlumatı bilirlər. Hər nə bir insan çox danışırsa, az məlumatı bilən adamdır. Məlumat İranda neçə nə oldu? Diqqət buyurun. Məlumat, mənim umaram ki, qurtulur da, yavaş-yavaş. Bəli, qurtulur, bunu ataq kənara. Bu birisi götürək. Məlumat İranda elmdən danışmıram, danışdan da danışmıram, teknolojiden de danışmıram. Məlumatdan danışıram. Məlumat. Məlumat İranda, bunu da yazaq İranda, bir, fövq-i sirri, iki, sirri, üç, fövq-i məhrəmanə, dört, məhrəmanə, ya bekolli məhrəmanə fikirəm, bekolli məhrəmanədir. Fövq-i məhrəmanədir, ya bekolli məhrəmanədir. Bunların biri məhrəmanə, 5, adi. Bəlkə bir dana da vardı, mən təbəqə bəndilərdə yadımda deyil. İndi zehnimdə deyil. Elə burada gəldi zehnimə dedim. Taza baxmamışam, görüm ki, 5 dana. Gərək ki, 5 dana var. Adi olmaya, yerinə bir dana ayrı vardı. Məsələn, fövq-i məhrəmanə, kulli məhrəmanə, məhrəmanə ya belə bir şey. Təqsim bəndiləri var, vursaz internetdə çıxar. Bəlkə mən əslən qələtlə yazmış olsam, siz onu nəzərdə almayın ki, mən düz yazdım, qələt yazdım. Bəli, beləsi bir şey tutur. Fövq-i sirri budur ki, rəhbər bilir, bir də sərani quvanın bəzisi. Məsələn, mümkün rəis-i quvve-i qəzaya və rəis-i quvve-i müqənnənə bilməyə, amma rəis-i dövlət bilə. Ya fəqət Xameneyi bilə və rəis-i enerji atomi bilə. Xameneyi bilə və fəqət rəis-i idarə, yəni vəzir idarə itilaf, vizarət itilaf bilə. Yəni 2 nəfər. Yəni muavin vizarət itilaf, muavin vizarət ittifa, muavin falan bilmir bunu. Bunu 2 nəfər bilir, ya 3 nəfər bilir. Rəhbər,
رئیس جمهur, وزیر دفاع یا وزیر اطلاعات یا bunlar da ayrıdan bilinir. Hatta vazir keşver, vazir vizaret xarice, vazir ne bileyim falan bunlar hiçbirisi bilmirlər. Bu fevq sirridir. Yani bu o kadar gizlidir ki o adamlar da eğer bunu bildirsələr ölərlər. Çünkü mənbəyi 3 nəfərdir ya 2 nəfərdir, Xameneyi 2 deməyəcəkdir, qalar bu ikisi. Bu ikisinin də hansından çıxsa ya vəzir ittihaddan ya vəzir cəngidən ölməlidir. Fərz buyurun ki, hala bu günə qədər heç kəs bilmir ki, İranda neçə dana bizim İranın, yəni bizim deyəndə, İranda neçə dana mərkəzi təhqiqat bomb atom üstündə var. İran dövləti bəzi dəlillər əsasında, məsələn, ağır su ki deyirlər, onun birini bilindiribdir, bir dana, 2 dana atomi yer bilindiribdir, qalanı bilindirməyibdir. Yəni, bəlkə İranın, bilirsiniz, çünki İran hudud 200 milyar dolar. Bir dana mərkəzi atomi 1 milyar ta 3 milyar dolar. Kamil təchiz edən Amerikalılar ya Ruslar belə, nəhayəti 3 milyar dolar. 200 milyar dolar demək ki, Amerikalılar bunu bilmirəməyə düşünürlər. Yəni demək ki, məsələn, bu məmləkətdə əgər biri 10 milyarda da çıxsa, yəni 20 dana mərkəzi atomi vardır ki, İran seri sistemlər, yəni deyib ki, İran deyib ki, əgər qovuncu bilinsə, pərənd bilinsə, nə bilim, ləbasan bilinsə, nə bilim, Kirmandakı bilinsə, Yazdakı bilinsə, Bəndər-Abbasdakı bilinsə, hardakı bilinsə, 10 danası bilinsə, 10 danası bilinməyəcəkdir. Bunların yerləri fevq sirridir. O qədər sirridir ki, burada işləyənlər də bilmirlər ki, nə var, nə yox. O adamlar ki, bunları bilirlər, danışmazlar. Sirri daha belədir, o da belədir, hərəsinin bir mərtəbəsi var. Neçə nəfər biləcək bunu, neçə nəfər bilməyəcəkdir. Məhrəmanə adətən bir şey çox vaxt qurarlar. Məhrəmanə, yadınızda qalsın bunu. İranda məhrəmanə qurarlar ki, bu oxunsun. Yəni, karimətlər bunu oxusunlar deyə məhrəmanə qurarlar. Bu bir dənə taktik ki, normalda Rəvabit Ümuminin işidir. Rəvabit Ümumilər istərlər bir şey oxunsun, onu yazarlar, hətta gizlətmək kimi görsədərlər ki, bunu görəməyəcəkdir. Karimətlər amma bunu bilərlər, taparlar, bunu oxuyarlar bir-birlərinə də deyərlər ki, belə bir dəsturlar. İndi, o adamlar ki, bu məlumatı, məhrəmanəni, fevq sirrini hər nə qədər aşağıdan yuxarıya gedir, bilir, belə danışmazlar. Belə umumda danışmazlar. Bu adamları danışdırmağın yolu var. Yəni, o sirri, fevq sirri bilənləri yox, fevq sirri və kolli sirrini bilənləri yox. Ondan aşağı, məsələn, məhrəmanədir, fevq məhrəmanəni də bəlkə yox. Əlbəttə, bu fevq məhrəmanəni də deyərək, məhrəmanəni falanca da danışdırmağın yolu var. O da budur ki, bu adamlar bu məlumatı bir yerdə verməsələr ölərlər. Deyirlər, ha, İskəndərin başında boynuzu var idi, quyuya salıb danışardı, öləndən sonra da quyudan şey çıxacaqdı, getdilər, tutdular üstünü. Bunların boynuzları var, bu boynuzun haqqında gərək danışarlar. Bir itilatları vardı ki, bu itilatı deməsələr ölərlər, gərək bir yerdə deyərlər. Bunu ya arvadlarına deyəcəklər, ya bir yaxın etimad elətdiklərine deyəcəklər. Əgər siz yaxşı xəbərindar olursunuz, bunların ailələrini tapıb, onların ailələri ilə arvadlarınızı, qızlarınızı dost edərsiniz, ya bunların dostları ilə dost olarsınız, bu məlumatı ələ gətirsiniz. Bəs bu günlərdə həm açıq müsahibəni, həm bağlı müsahibəni dedik, bir ikisinin də üstünde danışdıq və dedik də ki, nə tür olar, sonra dedik ki, hətta sirri müsahibələrdə nə tür eləmək olar, dedim. İndi bir yol gəlirik diqqət buyurumuna. Bu çox ciddi məsələdir, bunu diqqət eləyin, xüsusən İranda olan dostlarımız ki, bunu işləyəcəklər. Əgər siz sirri, fevq məhrəmanə, bekolli məhrəmanə, gene bunu mən Google eləyim da, təbəqə bəndi əsnad məhrəmanə در İran yazsaq, Google-də təbəqə
بندی اسناد محرمانه در ایران. Mesela burada bir dana qanun gəldi. Şərh qanunu mücazat cəraim نیروهای مسلحdə. İndi burada deyəcək ki, məhrəmanə nədir və külli məhrəmanə nədir? Bunları tərif edəcəkdir ki, bunların hangisini açsam nə qədər mücazatı vardır. Mən buna GSM çox çəkər, amma istədiyim yəni ki, beləsi tapmaq olar. İttilat təbəqə bəndi şədə deyir ki, محرمانه خیلی محرمانه سری به کل سری bu iki dana üstten aşağıdan üste gelir. Yani evvel mahremananın yap aşağı tarafı. Ondan sonra xeyli mahremananın sirridir ve kolli sirridir. Bir dana da gerek olsun. Mesela buna əlan 4 dananı görürəm ki, burada yazıbdır, koyublar bura. Hər halda. İndi əgər siz belə bir ittilaata əliz çatır ki, فوق سری به کلی محرمانه یا bu 4 dana. Bunlar eğer əlinizə gətirirsiniz bir növi, bunu yaymayacaqsınız. Çünkü bunu yaydığınız an tutularsınız. Bunu bilən, məsələn dedik ki, 3 nəfər bilir fوق sirrini. Fوق sirrini Xameneyi bilir, Rəis Cumhur bilir, Vəzir İttilat bilir. Siz getdiniz Vəzir İttilatın qızı ilə rabitəz var. Bir qızla, bir qız dostunuz var ya bir planınız vardı ki, bunun da ustad danışqahsız, bunun qızı danışqahda dərs oxuyur, sizin də qız dostunuz danışqahda ondan həmkilasdır. Məsələn, mən bu tazalıqda bir dana xanımla tanış olmuşam ki, o Haşimi Rəfsəncani qızı ilə dostdur. Tamam. Gəlgə delirlər, otururlar, dururlar, nahar edirlər, şam edirlər, dolanmağa gedirlər, Sonyaya gedirlər, İstəxrə gedirlər falan, bəhman. İndi, buradan bir məlumat çıxsa, bu fوق məhrəmanə bilafasilə vəzir deyəcəkdir ki, ya Xameneyi deyəcək ki, bu söz hardan çıxırdı. Məsələn, deyək ki, Rəis Cumhur bilirdi, Vəzir İttilat bilirdi, bir də Xameneyi bilirdi. İndi bu hardan çıxıbdır? Kim bunu deyibdir? Bilafasilə bunlar ikisi sorguya alınacaqlar. Bilafasilə bu iki dana Rəis Cumhurla Vəzir İttilat sorguya alınacaq. Siz kimə demişsiniz? Bunlar arvadlarına da desələr, qızlarına da desələr, həmkarlarına, muavinlərinə də desələr deyəcəklər ki, demiş yox. Gələcəklər onların sorağına, muavinin sorağına, ya muavininin sorağına, hər kəsə deyibdir. Gələcəklər axır sizi tapacaqlar. Və siz casusluğa müttəhim olacaqsınız. Diqqət buyurun. Bu şərait, amma məsələn, indi İranda hamını casusluğa müttəhim edirlər. Aya bu casusluğa müttəhim eləməklər bu tipdəndir, yox. Məsələn, məni casusluğa müttəhim edmişlər. Mənim bir ustadlar, mən gəlgedim var, nə Rəis Cumhurun qızı ilə rabitəm var, nə arvadı ilə bir alverim var, nə bir vəzir ittilatla, ya muavinləri ilə gəlgedim vardı. Nə bir idarənin rəisi ilə gəlgedim var. Mən bu ittilatı ələ gətirsəm əgər, nə sirridir, nə fوق sirridir, nə məhrəmanədir. Bu adi ittilat ki, mənim əlimə gəlibdir. Təbiətən hər şəkildə deyibdir ki, orada üstə onlar cavab versinlər. Mənə rəhdi yoxdur, çünki mən bu belə bir silsilədə yoxam. Ya nə bir idarədə işləyirəm, nə bir pərvəndiyə əlim çatır. Nəticədə mənim əlimə bir məlumat gəlirsə, bu küçədən bazadan gəlibdir, məmuli adamlardan gəlibdir ki, bunlar bilirlər, bunlar bilməyəcəkdirlər. Gedin üstəki silsiləri tutun. Bunun üçün İranda vurulan bu iddihamların hamısı, casusluq iddihamının %99,99'u, diqqət buyurun, yəni beləsi. 99,99'u. Yəni 10.000 dana pərvəndiyi ki, İranda casusluq adınadır, 10.000 danadan bir danasının ehtimali vardı ki, doğru olur. Qalanı yalan. Onun da ehtimalı var. Çünki mümkün deyil.
əvəzin ki, məsələn, gedələr görürlər, bomba, atomu kim verib, üstdən gələrlər aşağıda məni tutarlar. Mənə nə rəbti vardı? O üstdəkini tutmurlar, məni tuturlar. O adam ki, gərək ağzını bağlayır, danışmayır, onu gərək tutarlar, nəinki məni. Tamam. Təşəkkür edirəm ki, bu dərsə də qulaq astınız, mənlə bərabər buracan gəldik. 1 saat 5 dəqiqə 8 saniyə. Sizin hamınıza can sağlığı arz edəcəm. Umarım ki, bu dərslərdən fayda aparmış olasınız. Sağ qalın.